Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah, əmmə ba'd. Yəni, sual verilir ki, belə bir niyyət var el arasında, bu iş düzəlsin, bir gün, 3 gün və ya bir ay oruç tutaram. Yəni, belə bir şey varmı? Yəni, buna nəzir deyilir. Nəzir, vacib olmayan, lüğəvi mənası vacib etmək deməkdir. Şəri mənası isə vacib olmayan bir işi insan öz üzərinə vacib etməsidir. Bunun hökmü haqqında alimlər buyurur ki, xüsusən də bu şərtlə olan nəzir haqqında deyirlər ki, məkruhdur, hətta haram deyənlər də var. Yəni, belə bir nəzir etmək olmaz və yaxud da bəyənilmir. Yəni, bəyənilməməsi də ona görədir ki, yəni, elə bir ki, insan Allah barəsində pis zəndə olması deməkdir. Yəni, Allaha qarşılığını verməsə, işini düzəltmir. Yəni, bu iş düzəlsin, oruç tutaram və yaxud da qurban kəsərəm. Və həmçinin onun məkruh olması ona görədir ki, insan yəni, üzərinə genişliyi daraldır. Yəni, qurban kəsmək ona vacib deyil və yaxud da oruç tutması ona vacib deyil. Artıq nəzir etməklə yəni, genişliyi daraltmış olur. Və həmçinin ibadət bir növ elə bir ki, ona ağır gəlir. Nəzir etməklə ibadəti üzərinə yəni, vacib etmiş olur. Buna görə də bunu belə bir nəzri etmək, demək haram və yaxud da məkruhdur. Artıq deyibsə yerinə yetirməlidir. Əgər bir insan işinin düzəlməsini istəyirsə, o qurbanı elə bəri başdan kəsməlidir ki, işləri asanlaşdırsın, yoluna düşsün. İxlasla.com saytı tərəfindən təqdim olundu.